Uğur hekayəsi seriyamızın bugünkü qonağı Warren Buffett'dır. Onu Omaha'nın sehirbazı adlandırırlar və səbəbi çox sadədir. O, dünyanın ən uğurlu investorlarından biridir. Buffett 11 yaşında ilk səhm alıb, 1965-ci ildə Berkshire Hathaway adlı tekstil şirkətini alıb və zamanla onu nəhəng bir investisiya imperiyasına çevirib. Bugün həmin şirkətin portfelində Apple, Coca-Cola, American Express və Bank of America kimi nəhənglər var. Warren Buffett'ın ən əsas investisiya fəlsəfəsi sadədir. Dəyər investisiyası, yəni bazarda qiymətindən daha ucuz olan, lakin güclü fundamental göstəriciləri olan şirkətlərə yatırım etmək. Uzun müddətli baxış. O, əgər bir səhmi 10 il saxlamaq fikrin yoxdursa, onu 10 dəqiqə belə saxlama deyir. Ən maraqlısı odur ki, Buffett həyatı boyu texnologiyadan uzaq olub. Amma yenə də texnoloji inqilab zamanı sərvətini böyütməyə bacarıb. Bugün onun sərvəti 100 milyard dollardan çoxdur. Warren Buffett'ın hekayəsi bizə göstərir ki, səbir, dəyərə fokuslanmaq və emosiyalara uymamaq uğurlu investisiyanın əsas aşalarındandır. Bu tip uğur hekayələrini davam etdirməyimizi istəyirsinizsə, şərhlərdə qeyd edin.